Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu gün psixiatr, psixoterapevt Yasəmən Səmədova və psixoloq Sahil Söhbətovla birlikdə yeniyetməlikdən danışacağıq. Yeniyetməlik nədir? Yeniyetmə beyninin inkişafı və hormonal dəyişikliyin xarakterə təsiri necə olur? Bunları müzakirə eləyəcəyik. Xoş gəlmisiniz. Çox təşəkkürlər. Xoş gördük. Bir yaxınım 11 yaşındadır və sevinir ki, mən artıq yeniyetməyəm. İstəyirəm ki, bu gün yeniyetməliyin elmi tərəflərindən və günümüzdə olan mentalitetimizlə səsləşən tərəflərini müzakirə eləyək. Əslində çox gözəl mövzudur. Məsələn, Sahil bəy, bilmirəm, siz də yeniyetmələrlə işləyirsiniz də, bildiyim qədərilə mən çox yeniyetmələrlə işlədiyim üçün çox aktualdır bir mövzudur. Xüsusilə indiki dövrdə yeniyetmələrlə, yəni bu valideyn övlad problemi hər zaman var idi də. Amma sanki son illərdə xüsusilə də bəlkə də sosial medianın qatqısı, dünyadakı baş verən dəyişikliklərlə də ola bilər, bağlıdır. Yeniyetmələrin inkişafında müəyyən akselerasiyalar, bu çaxnaşmalar daha da qabarıqdır. Yəni bizə məsələn müraciət edənlər çoxdur. Məncə burada biraz da yeniyetməlikdə baş verən müəyyən bioloji dəyişikliklərdən də danışmalıyıq ki, ümumiyyətlə yeniyetməlik niyə bu qədər diqqət çəkicidir? Niyə bu ayrıcı bir perioddur? Mən həmişə deyirəm ki, yeniyetməlik bir körpüdür. Yəni uşaqlıqdan yetişkinliyə keçən bir körpüdür və burada bizi məsələn valideynləri ən çox çətinliyə salan nədir? Ağıllı danışır, fəlsəfəvi baxışları tələb edir, istəyir, sərhədlərini qoruyur, amma məsuliyyət daşımaq istəmir. Yəni nə uşaqdır, nə böyükdür. Yəni uşaqlıq dövründə uşaqlar bizim sərhədlərimizi sınayanda, səbrimizi zorlayanda sanki biz daha çox belə səbirlə yanaşmağa daha yatkınıq da. Ya ən azından bir valideyn özündən çıxanda deyirlər ki, uşaqdır da, sən niyə elə reaksiya verirsən? O qanmır axı, başa düşmür axı. Amma yeniyetmələrdə çox zaman bunu edə bilmirik. Səbrimiz daşır və yeniyetmənin sadəcə gözünü belə etməsi, yəni durub stakanı belə çırpıb getməsi bizə aşırı dərəcədə qıcıq verə bilir. Yəni burada nəzərə alaq ki, beynimizdə nələr baş verir də, yəni yeniyetməyin beynində nə baş verir? İlk öncə məsələn uşaq dünyaya gəlir və müəyyən sinir yolları əmələ gəlir də və bu yəni həyatı boyu baş verir. Yəni təcrübə qazanır, nələrsə yaşayır və hər yaşadıkca nələrsə təcrübələr yeni sinir yolları açır. Və bu sinir yolları çoxalır, xüsusilə də yeniyetməlik, yəni 11 yaş öncəsi, 11-12 yaşlarda artıq bu müəyyən hanki sinir hər yolları daha çox təcrübə edir. Daha çox istifadə edir. Onlar daha öndə olur, ya az istifadə etdikləri, belə deyək də məhv olur, budanma başlayır. Yəni beyin artıq ona proqramlaşır ki, hansı sinir yolları bizim üçün daha önəmlidir, hansıları biz məhv eləməliyik. Bununla da eyni zamanda beyində miyinləşmə baş verir. Bu nədir? Bu sinir yollarının müəyyən bir qat əmələ gəlir ki, bu siqnal yolları, yəni beynimizdəki olan siqnallar bədənimizə daha sürətlə bir-birlərinə əlaqədə daha sürətlə keçsin. Və bu proses necə başlayır? Bu proses adətən başlayır, yəni beyin strukturumuzu nəzərə alsaq, yəni hər kəs hər halda beynin şəklini görüb də, ön var, arxa var. Arxalardan başlayır, arxadan önə başlayır. Ki arxada bizim emosiyalarımıza bağlı, məsələn, mən çox terminlərə girmək istəmirəm, amma amigdala deyilən bir beyin bölgəmiz var ki, bizim duyğularımıza, təhlükəni qəbul etməyə cavabdeh olan bir bölgədir. Artıq o bölgə aktivləşir. Amma prefrontal korteks dediyimiz öndə yerləşər beyin bölgəmiz ki, hansı ki bizim hesablama, məntiq, riski almağı hesablamaq, bunları düşünmək, bu öndə yerləşdiyi üçün aktivləşmə arxadan başladığı üçün yeniyetmə daha emosionaldır. Yəni birinci düşünür, sonra edir. Yəni riskləri hesablaya bilmir. Daha çox məntiqlə yox, duyğularıyla hərəkət edir. Qısa danışsaq, bu proseslər baş verir. Ona görə yeniyetmə, yəni bəzən valideynlər deyirlər ki,
o qədər ağıllı uşaq idi ki, o qədər pozitiv uşaq idi. Bu birdən-birə necə dəyişdi? Xüsusilə də 12-13 yaşlardan sonra əslində dəyişmədi. Yəni beyin inşa olunur. Müəyyən dəyişikliklər baş verir. Üstəlik də burada bir şey də nəzərə almalıyıq ki, beynin emosional yaddaşı da var. Yəni uşaqlıq dövründə bu uşaqda yaşanmamış hansısa duyğular varsa, birikdirmiş hansısa bir duyğular varsa, müəyyən travmatik anlar varsa, bunlar hamısı yeniyetməlikdə üzə çıxacaq. Və ona görə deyirlər ki, bəzən bu belə aqressiv deyildi. Bu belə çəmkirmirdi bizə əslində. Və nə oldu birdən-birə bu uşaq dəyişdi? Elə bir ki, uşağı apardılar, başqa uşaq gətirdilər. Hətta mən bəzən valideynlərə deyirəm ki, hətta bizim müəllimlərimiz bunu həmişə bizə deyirdi. Bilmirəm, razılaşarsınız Sahil. Yəni nə yaxşı ki, belədir. Nə yaxşı ki, yeniyetməlik dövründə bəzən həmişə bizə deyərdilər ki, yeniyetməlik dövründə təbii ki, bunu da danışmalıyıq ki, nə zaman bu normadır, nə zaman bu patologiyadır. Yəni çox oyanıq, aqressiv, sözünü deyən, yəni o dediyim kimi çəmkirən, isyan edən yeniyetmə yaxşıdır əslində. Çünki yaşamadığı duyğuları da içindən çıxardır, yaşayır, özünü ifadə etməyi öyrənir ki, əsas odur ki, bunu bu yaşlarda eləsin, nəinki sonra 30-40 yaşlarında etsin. Təbii ki, burada qarmonlardan da danışa bilərik. Bəlkə Sahil bəy, Sizin dediyiniz axırıncı yerdən başlanacağımı istəyirəm. Deməli, insan biopsixososial varlıqdır da deyirik. Yəni, bunlardan hər hansısa birini nəzərə almadan insandan danışsaq, biraz tam olmaz məsələ. Ona görə də zaten siz dediyiniz biraz bioloji tərəfi izah elədiniz. Qalır sosial və psixoloji tərəf. Bir də işin biraz evrimsel tərəfi var. İnsanın gəlişimi tərəfi, ümumiyyətlə insan bu gəlişim dövründə niyə belə oldu, bugünkü davranışlarımızın altında yatan səbəb nədir? Evrimsel olaraq bir baxış bucağına görə yeniyetməlik dövründə övladın valideynlərə qarşı olması, onların dediyindən daha çox çöldə həqiqət axtarması, onlarla belə deyək də sözlərin üst-üstə düşməsinin səbəbi, yəni onların fərqində olmadan o yeniyetmənin evdən ayrılma çabasıdır, yəni. O olmalıdır ki, o evdən ayrılsın. Yəni, məsələn, hətta bir bənzətmə var idi. Deyir ki, övladınız bir gün şirin, belə əzizliyə yatırdığınız uşağınız sabah qalxır və sizlə sanki savaş elan edir evin içində və o gündən sonra artıq bir neçə siz ona dözmək məcburiyyətində qalırsınız. Əslində, burada bir səbəb də ondan ibarətdir ki, o yeniyetmə artıq bəlli bir yaşa çatır və siz onu hər nə qədər uşaq olaraq görsəniz də, o artıq bir fərd olmaq istəyir, şəxsiyyət olmaq istəyir, özünü ortaya qoymaq istəyir. Burada əlbəttə ki, beynimizin çox böyük rolu var. Məsələn, siz dediyiniz o sinir bağlantıları, özəlliklə prefrontal korteks, bir də hormonlarımızın rolu var. Yəni, doğuşdan etibarən uşaqların gəlişiminə baxsaq, aşağı-yuxarı 10 yaşa qədər pek böyük dəyişiklik görmürük. Amma 10 yaşdan etibarən özəlliklə bəlli hormonlar var ki, məsələn, testosteron hormonu, östrogen hormonu. Bunların təsiri artıq uşaqlarda fərqli davranışların ortaya çıxmasına nəticələnir. Məsələn, testosteron hormonu 3 dəfə daha belə artdığını görə bilirik patlama yaşı. Bir hamiləliyin ilk 8-12 həftəsində, hansı ki, uşağın cinsiyyətinin, yəni əgər testosteron hormonu daha basqın olarsa, o zaman oğlan cinsiyyəti deyirik, yəni daha doğrusu yaranır. Ondan sonra kiçik bir müşahidəni ilk 2 aylığında görə bilirik və əsas müşahidəni artıq belə deyək də 10 yaşdan sonra görə bilirik. Oğlan uşaqlarla danışıram. Testosteron hormonu artır. Bu özünü nə ilə göstərir? Məsələn, üzdə yavaş-yavaş saqqalın çıxması, hansı ki, çox eybəcər bir şəkildə olur ilk başlarda və niyə belə deyirəm? Çünki ərgənlər bundan kompleksdə də düşürlər. Üstəgəl testosteron hormonunun bir digər təsiri dərinin qalınlaşmasına, yəni dəri altı toxumaların qalınlaşmasına xidmət edir. Orada yağ vəzlərinin ifrazını artırır və o ifrazın artması səbəbindən də bəzən o ifrazın aşırı olması üzdə sivilcələrin, yəni sızaqların yaranmasına gətirib çıxardır və nəticədə oradan-buradan çıxan saqqal, üstəgəl sızaqlar, üstəgəl onların duyğusal durumu və artıq ərgənlərdə özünə qarşı tənqidlə başlayır, ətrafa daha çox diqqət edir ki, onu necə görürlər və s. və ilə. Və eyni zamanda oğlanlarda olan bir digər dəyişiklik də əzələ kütləsinin artmasıdır ki, hansı ki, yenə də testosteron hormonu sayəsində daha çox qadınlardan, yəni ortalama bir oğlan, ortalama bir qadından 50% daha çox əzələ kütləsinə sahib olur. Qadınlarda isə məsələn östrogen hormonu artıq 9 yaşdan etibarən başlayır fəaliyyətinə.
o günə qədər daha pasiv olan bir hormon anidən qüvvətlənməsi əlbəttə ki, qadınlarda özlərinə yenə qarşı yanaşmada çox fərqli olur. Məsələn, bədən quruluşu dəyişir. Çanaq nahiyəsi daha enlənməyə başlayır, sinə əzələləri böyüyür, süd vəzləri gəlişir. Bunlar da əlbəttə ki, heç biri insanın davranışlarına və psixologiyasına təsirsiz ötüşmür. Nəticə etibarilə bir öz içində baş verən dalğalanmalar var, bir də ətrafdan ona qarşı gələn tənqidlər və gözləntilər var. Bir də uşağın öz idealı var. Yəni idealı nə idisə ona çatmaq istədiyi. Nəticədə bu üçü başlayır bir-birinə çarpışmağa. Bu çarpışma dönəmi siz dediyiniz kimi tamamilə normal bir dönəmdir. Dünyanın bütün yerlərində, bütün mentalitetdən, kültürdən bağımsız olaraq baş verir. Sadəcə nələr etmək olar indilərdə danışacağımız kimi yanaşma və davranış məsələlərinə daha çox toxunaraq proses necə daha sağlam idarə olunur ona baxa bilərik. Əslində siz sözünüzə qüvvət. Burada məsələn valideyn üçün də çətin dönəmdir də. Yəni belə təsəvvür edək ki, sənsiz yatmayan, daimi səni axtaran, hər fikri önəmsəyən, səni ideallaşdıran biri artıq səndən qorxmağa başlayır. Yəni məncə burada valideynlərin də ikilə yəni burada məncə böyük bir problemdir ki, valideynlər üçün məsələn bizdə el arasında belə bir söz var da, sən neçə yaşda olursan, o sən mənim uşağımsan. Məncə bu yaxşı kəlmə deyil. Ömür boyu hara gediriksə, kimlə bağlanırıqsa bağlanaq, o təməlimizdə olan bağlanma hər zaman bizim üçün önəmli olacaq və öndə olacaq. Yəni sən yeniyetməlikdə öndə olan təbii ki, həm yaşıdlardır. Artıq valideyndən biraz qopub həm yaşlılarına bağlanır yeniyetmə. Amma o valideynlə olan bağ əvəz olunmazdır və ömür boyu aktual olacaq. Amma bizə elə gəlir ki, xüsusilə də 11 yaşdan sonra yeniyetmə daha böyüdükcə biz itiririk. Bizi rədd edir, bizi bəyənmir. O ideallar dediniz, artıq o ideal biz deyilik. Bizi bəyənmir, bizi tənqid edir. Yəni valideyn üçün də bu bir növ yazdır. Və məncə bu yası sağlam yaşaması lazımdır. Bu həyatın gedişatıdır. Bu insanı biz dünyaya yanımızda saxlamaq üçün niyə gətirməmişik? Bu bir fərddir və bizə bənzəmək məcburiyyətində deyil, formalaşacaq, bizdən gedəcək. Ömür boyu bağımız olacaq, amma bu bağ sağlam olmaq şərti ilə. Yəni başqa biridir. Və artıq bu yeniyetməlik dövründə də bunu düşünür. Mən valideynlərimin davamçısıyamı, fərqli biriyəmmi, onlara oxşamalıyamı, oxşamamalıyamı? Onun da çətindir. Yəni yeniyetməli də çətindir. Daima siz dediyiniz kimi həm cəmiyyətin təzyiqi, həm evdəki olan, yəni hər ailə bir mədəniyyətdir. Yəni oradakı nizam-intizam, qaydalar, hər bölgənin özünə görə adət-ənənələri var, hər millətin özünə görə mentaliteti var. Üstəlik də yəni artıq yeniyetmələr daha geniş baxır dünyaya. Dünyadakı gördükləri, sosial şəbəkədən öyrəndikləri, oradan aldıqları nümunələr çox ciddi bir çaxnaşma yaradır daxilində. Həm valideyn üçün çətindir əslində bu dövr, həm yeniyetmə üçün. Və bu hormonlara da toxunmaq istədiyim bir şey var ki, düzdür. Müəyyən o dediyiniz kimi dəyişikliklər baş verir. Hətta məsələn melatonin də deyirlər ki, ifrazı azalır. Ona görə məsələn yeniyetmələr gecə yatmaqla ciddi problemlər yaşayırlar. Məsələn bağlanma qarmonundan oksitosin də, oksitosin reseptorları da həssas olur. Ona görə romantik münasibətlərə, dostluqlara ciddi bir bağlanma, ciddi bir həssaslıq var. Amma yəni sırf yəni müəyyən o dəyişiklikləri qarmonlara da nə düşünürsüz bağlaya bilmərik. Çünki yeniyetməliyi də hər fərd, yəni hər insan fərqli yaşayır. Hamı aqressiv yaşamır ya da hamı özünə qapanmır. Bəli, qarmonların müəyyən təsiri və məsələn bəlkə də o impulsivliyi, aqressivliyi, qarmon dəyişikliyi, əhval-ruhiyyənin dəyişikliyini müəyyən qədər dəyişə bilir. Amma hər şeyi qarmonların üstünə dağıtmaq düşünürəm ki, doğru deyil. Hətta bu məncə qarmonların elə əsas bu dəyişimi fiziki görünüşlə bağlıdır ki, müəyyən uşaqlar bunu
doğrudan da çox çətin qəbullanırlar. Yəni güzgüdə özlərinə baxmaq, bəyənməmək artıq, yəni çünki dəyişir. Yəni hər uşaq o dəyişikliyə də hazır deyil. Bəziləri də fəxr edirlər. Məsələn, mənim oğlum yeniyetmədir və üzündə çıxan səpkiləri deyirəm ki, gəl krem sürdək. Deyir ki, onlar aknelərdir və yeniyetməliyin simvoludur. Onlara dəymə. Ya da bundan belə fəxr edirlər ki, artıq mən yeniyetməyə girəm. Əslində bu da gözəl bir şeydir. Yəni müəyyən həyatının çağını yaşamağa hazır və buna çox bayaq Gün xanım dedi ki, sevinirlər ki, yəni mən yeniyetməliyə girdim. Bundan da həzz alma. Yəni artıq mən bu dövrə girdim və bu dövrü yaşayacağam. Sonra beynimdə bu hardasa qalacaq ki, mən yeniyetməliyimi necə yaşadım. Amma bunu başa düşməyən valideynlər də var. Yəni sürekli övladını üçüncü şəxsin yanında bir alçaltmağa çalışan, mən bunu elədim ki, sən öz səhvini başa düşəsən deyən, yəni yeniyetməlikdə sizin dediyiniz kimi çəmkirmələr olduğuna görə, yəni valideyn uşaqlar baxmalar ki, kiminsə yanındadır, valideynimə bu şəkildə cavab qaytarmayım tipli. Amma valideynlər də bunu anlamır, təəssüf olsun ki, və üçüncü şəxsin yanında onları alçaldırlar. Bunu sənin yaxşılığın üçün etdim deyən valideynlər həqiqətən yaxşılıqları üçünmü edirlər? Mən bir fikir bildirim bununla bağlı. Mənə elə gəlir ki, burada məsələ elə yəni biz qohum əqrabanı, yəni ətrafı çox önəmsəyirik də və bəzən yəni doğrudan da yəni uşaqlarımız özlərini yaxşı aparmaya bilirlər də. Yəni cəmiyyət içində yəni nəsə lişni bir söz deyə bilirlər, xoşumuza gəlmir. Yəni bəlkə lişni demir, bizə elə gəlir ki, bu burada lişni sözüydü. Amma elə bir ki, biz başqalarının yanında biabır olmamaq üçün, utanmamaq üçün övladlarımızı utandırırıq. Mənə bu durum bunu xatırladır. Təbii ki, məncə hər valideyn bunu edəndə sonradan peşman olur. Xüsusilə də yeniyetmə bunu bildirirsə ki, sən ümumiyyətcə bunu niyə danışdın? Ya da məsələ hətta kiçiltməkdən deyil. Məsələn, yeniyetmənin yanında onun haqqında biri ilə danışanda xoşları gəlmir. Həmən irad bildirirlər ki, başqa mövzun yoxdur danışma. Niyə sən mənim haqqımda danışırsan? Məncə bunu diqqətə alınması mövzulardır. Düzdür, bunu bəzən valideyn sırf sadəcə bir şeyləri paylaşmaq üçün edir. Övladı ilə bağlı nələrsə bəlkə fikir almaq üçün edir. Amma yeniyetmə də bunu şey kimi qəbul edir. Anaya güvənmək olmaz. Ana hər kəsə hər şeyi yayacaq mənimlə bağlı ki, bu mövzularda yeniyetmə çox həssasdır. Müəyyən şeyli sərhədləri qoruma. Yəni yeniyetməlik muxtariyyətin ən həssas dövrüdür. Yəni və burada öz sərhədlərini qorumaq, yəni hər bizim etdiyimiz belə başqaları ilə onun haqqında bir şeylər paylaşmaq, onu başqalarının yanında kiçiltmək onun üçün təhlükə hissi yaradır. Yəni özünü təhlükədə hiss edir. Sonra da deyirlər ki, heç kimə demədim ki, xaladır da, xalaya deyirəm. Siz nə düşünürsünüz? Yəni sizin dediyinizə tam olaraq razıyam. Bir kərə düşünürəm ki, necə ki, ərgənlər müxtəlifsə, valideynlər də müxtəlifdir və hər valideyn demək olar ki, öz böyüdüyü mühitə, çevrəyə uyğun uşağına da davranış göstərir. Amma uşağın gözləntisi tamam fərqli olur. Niyə? Çünki dediyimiz kimi uşaq çox fərqli yönlərdən inkişaf edir. Məsələn, siz dediyiniz kimi bir biolojini ələ alıb digərlərini görməzdən gələ bilmərik. Hələ bu dövrdə. İnternet var, sosial mediada, öz ətrafı, çevrəsi var, məktəb var. Baxmayaraq ki, çox zaman evdə sadəcə 4-5 nəfər olurlar, amma uşaq gündə yüzlərlə 50 nəfər, 100 nəfər uşaqla ya da böyüklə qarşılaşır. Və nəticədə başlayır özünü müqayisə etməyə. Onun atası bunu dedi, sən belə dedin, onun anası bunu dedi. Hətta ortalama götürəndə, yəni baxdığımız zaman yeniyetmələrin çoxsa öz ata-anasına utanırlar. Yəni bu bir statistikadır. Ata-anasının sosial statusuna asılı olmadan. Niyə? Çünki düşünürlər ki, bir tək onlara elədir. Çünki o uşaqlarla bir yerdə olurlar və o uşaq danışır, işte məndə bu var, bu var, bu var. Amma yəni biz yeniyetmədən gözləntimiz valideynini başa düşməsi deyil o dövrdə. O gözləntiyə girsək yanlış yapmış olaq.
Valideynlərlə daha çox işbirliyi içində ola bilər bəlkə də. Çünki sizin qeyd etdiyiniz o beyin devrələrinin gəlişimi sırasında uşaq zaten oturub düşünə bilmir ki, elə bir bacarığı yoxdur. Yəni onda ola bilər bəzi məsələn yeniyetmələr heç bu danışıqlarımızın heç birini eləmir. Çox rahat bir şəkildə böyüyür. Amma bu rahat dediyimiz normadırmı? Yoxsa daha işin içində daha dinamik şeylər mi var? Daha fərqli şeylər mi? Siz dediniz ki, məsələn uşaqlıqdan gələn bir şeylər mi var? Ya genetik faktorlar mı var? Bəli, yəni çox doğru vurğuladınız Ailə. Çünki bəzən buna iki reaksiya verə bilir də yeniyetmə. Ya isyan eləyir, dava çıxardır ki, mən bəzən düşünürəm ki, bu daha yəni ən azından görürük də ki, burada bir problem var. Yəni deyir ki, sən bunu edə bilmərsən mənə, yəni artıq mənə hörmət etməlisən, ya da bunu belə sözlə deməsə də, yəni hansısa bir davranışı ilə edir. Ya da başqa bir temperamentdə olan yeniyetmə siz demişkən qapanır özünə. Yola verir valideynə. Yəni bacarmadığı üçün xoşu gəlmir, bəlkə də ifadə edib, bəlkə də heç ifadə etmir, bəlkə də heç bilmir ki, o dediyiniz kimi tam onu qavraya bilmir ki, ifadə etsə, həll etsə, bəlkə bu çözülər. Valideyn də fikirləşir ki, elə belə də olmalıdır. Ya çəkilir otağına, yola verir, çox da bunu şərh etmir. Əslində bu da çox təhlükəlidir. Çünki böyüdüyü zaman sonra bunu bildirəndə, bayaq o dediyimiz kimi, valideyn artıq bunu xatırlamır ki, uşaqlıqda övladına qarşı bunları edibdir. Amma uşaq bunu çox gözəl xatırlayır. Yəni artıq yetişkin olaraq bunu çox yaxşı xatırlayır. Siz dediniz ki, otağına çəkilir. Bu hərdən depressiyada ola bilir. Valideyn harda ayıq olmalıdır, belə deyim ki, bu problemdir. Onun sakit olması problemdir. Yəni problem ondadır ki, depressiya yeniyetmədə çox fərqli yaşanır da. Yəni biz öyrəşdiyimiz klassik depressiya kimi getmir və doğrudan da gözdən qaça bilir. Bəzən doğrudan da belə otağına çəkilə bilər. Bəzən də hətta çox aqressiv ola bilər. Yəni bizə elə gələ bilər ki, yeniyetmədir də, əhvalı dəyişir gün ərzində, aqressivdir, hamı ilə dalaşır, amma doğrudan da o uşaq uzun müddətli bir depressiya yaşaya bilər. Mənim təcrübəmdə sadəcə daha çox gördüyüm nə olubdu? Bəzən yeniyetmə bunun fərqində olur ki, onda baş verən dəyişikliklər tam olaraq o deyil və ona yardım lazımdır. Hətta mən deyim ki, bu məsələlərdə yeniyetmələrin fərqindəliyi daha yüksəkdir, nəinki valideynlərin. Və yeniyetmələr adətən deyirlər ki, mənə bir psixoloqa göstər. Ya psixiatrın dilə gətirmirlər, amma psixoloqa deyirlər ki, mən bir psixoloqla görüşmək istəyirəm, mən yaxşı deyiləm. Ki burada valideyn həmən o emosional ehtiyaca qarşılıq verirsə, məsələdə yəni öz yerini tapır, mütəxəssis bunu başa düşə bilir ki, bu depressiyadır, yoxsa keçici bir haldır. Bəzən də sənin yaşında nə depressiya ola bilər ki, Allaha şükür, hər şey yaxşıdır. Haləsini ağzına qədər doludur. Baxın, bunu çox belə çox böyük şokla mənə sual verən valideynlər də olub ki, siz mənə başa sala bilərsiniz. Yəni bunun yaşında nə depressiya ola bilər ki, sanki depressiya müəyyən yaşda ola bilər. Yəni biz xəstəlikləri belə yaşa bölmürük ki, yəni xəstəlik pozuntu. Neçə yaşından başlaya bilər depressiya? Uşaqlıq çağı depressiya belə var. Nadir görsək də var. Yəni biz heç vaxt deyə bilmərik ki, uşaqda depressiya yoxdur, yeniyetmədə depressiya yoxdur. Ola bilər. Və depressiyanı niyə biz bu qədər önəmsiyirik? Çünki intihar düşüncələri olur və intiharlar olur. Və hər zaman o intihar edən yeniyetmə onu dinlə demir ki, mən intihar etmək istəyirəm. Nə gözəl bunu deyirsə, gəlir yardım istəyirsə. Bəzən də heç demir. Bəzən o çəkilib otağında onu sakitcə yaşaya bilir. Yəni valideynlərə yəqin ki, burada önəmli olan davamlıq. Yəni yeniyetməliyə girəndən sonra bir də ki, adətən necə olur? Məsələn, uşağın istər-istəməz davranışlarında, məsələn, əvvəl yeniyetməliyə giribsə, isyançıdırsa, aqressivdirsə, yenə də sakit keçirtmirsə yeniyetməliyi, o depressiv periodda müəyyən dəyişikliklər olur, daha betər olur sanki. Evdən çıxıb gedə bilər, zərərli asılılıqlara çox meyilli ola bilir. Yəni müəyyən o davranışları elə bil ki, 2 qat dəyişir də. Ya da misal üçün uşaq sakitdirsə, burada artıq sakitlikdən söhbət getmir, sosial izolyasiyadan söhbət gedir. Məsələn, tək-tük 2 dənə dostu var idisə, onlarla görüşürdüsə, danışırdısa,
danışırdısa artıq görür ki uzun müddətli dostları ilə görüşmür, maraq göstərmir, dərslərinə belə maraq göstərmir ki, normal məktəbə gedib gəlirdi. Bu bizim üçün artıq bir siqnaldır ki, yəni bir diqqət etməmiz lazımdır. Bəlkə məsələ sadəcə yeniyetməlik deyil. Son illər yeniyetmələr arasında özünə zərər vermə halları çoxalıb. Özünə zərər vermə halları niyə artıb? Daxili ağrını fiziki ağrı ilə əvəz eləmək cəhdidir bu. Özünə zərər vermə hallarında əslində bir neçə faktor burada önəmlidir və bu günümüzün ən böyük faktoru sosial mediadır. Yəni çünki bilirik ki, özünə zərər vermək üçün öncədən bir düşüncə olması lazım. Sonra daha pisə doğru getdikcə bir plan olması lazım. Ondan sonra plan necə eləyəcək, harda eləyəcək. Bunun çox böyük əksəriyyətini filmlərdən, nə bilim, Instagram, TikTok səhifələrindən, özəlliklə o yaşa müraciət edən səhifələrdən və özəlliklə onu qeyd etmək lazımdır ki, bugünkü dünya sistemi marketinq üzərinə qurulub. Yəni reklam elə və sat. Yeniyetmə beynində də prefrontal korteks hələ tam gəlişmədiyi üçün, dolayısıyla onda analiz etmə, uzun-uzadı düşünmə, riskləri alma, işin nəticəsinə fokuslanma yoxdur. Onun üçün sadəcə həzz alma var. Yəni baxdığımızda əgər həzz ala bilmirəmsə, o zaman qisas alacağam kimi. Çünki intiharın özü də bir növ diqqət cəlb etməlidir. Özünə zərər vermək davranışı, qol kəsmək falan, ya da asılılıq. Burada ən önəmli faktorlardan biri sosial bağların qopmasıdır. Yəni intiharın və digər asılıqların müalicəsində də, depressiya müalicəsində də sizin bir psixiatr olaraq yazdığınız dərmandan ya da bizim apardığımız psixoterapiyalardan daha çox bizim istədiyimiz nədir? Bir davranışları artsın, hərəkət eləsin, bir də sosial bağlar artsın. Çünki bu adam bizim yanımızda 1 saat gəlir, oturur yəni. Ya da sizin dərmanı müəyyən bir müddət içir, amma bu adama bacarıq lazımdır ki, o həyatın bundan sonraki mərhələsində idarə eləsin. Dolayısıyla orada işə tək bir səbəblə yox, kompleks baxmaq lazım. Ümumiyyətlə, məsələ insan olunca onu bir yerdən, yəni sadəcə bu biologiyası belədir, ya psixologiyası belədir deyə baxa bilmərik. Nəzərə almaq lazımdır ki, bu insanda hələ formalaşma gedir. Yəni onun intiharı haqqında verdiyi qərar belə yarın o bir gün çox fərqli bir qərarla, çox pozitiv bir şeyini dəyişə bilər. Yəni biz hər şeyə də depressiya demirik. Yəni qısa hüzün halıdır, olur ki, məsələn, deyəlim ki, yeniyetmənin sevgilisi olub və ayrılıb və gəlir oturub evdə ağlayır, məsələn üçün yemək yemir, iştahı azalıb, gələcəyə doğru ümidsizlik. Bu depressiya əlamətləridir, amma depressiya deyil axı. Çünki orada da bir fakt var və adam ayrılıq yaşayıb, bir müddət gözləyəcək. Təbii ki, valideynlərin müşahidəsi olmalıdır. Ona görə də yeniyetməlik çağında mən düşünürəm ki, uşağın özündən nəsə müdaxilə edə bilmirsə, valideynlərə çox iş düşür. Bilgilənməlidir. Yəni internet, sosial media olduğu dövrdə bizim bilgilənməməyimizdə problem var. Yəni məsələn üçün maşın sürürsünüzsə, öz sürdüyünüz modelə görə onun funksiyalarını öyrənirsiniz ki, səhər birisi gün məsələn üçün o maşının deyəlim ki, suya azalında su hardan tökülür, benzin necə olur, qızdırıcılar hardandır, soyuducu hardan. Siz də yeniyetmənin təxmini biləndə ortalama ki, nələr baş verir. Məsələn, hormon dəyişir. Bu arada hormonal dəyişiklik də depressiyaya sala bilər. Depressiyaya yönəlik bir genetik material da ola bilər. Amma bütün bunlara rağmen biz yenə də sosialluğun üstünə dururuq. Çünki insanın depressiv bir genetik faktorun olması o depressiyaya düşəcəyi anlamına gəlməməlidir. Əgər sosial çevrəsi, sosial bağları, valideynlərlə, dostlarla münasibəti yetərincədirsə, bu gətirdiyi depressiv o genetik materialın artıq orada bir önəmi qalmır. Üstəgəl valideynlər artıq bu nə qədər kim necə kontrol edir bilmirəm, sosial medianı kesinliklə uzaqdan ama qətiyyən, yəni gəç sənin telefonuna baxım, görüm hara girirsən kimisindən yox. Amma ortalama olaraq bir şəkildə nəzər eləməlidir ki, ortalama ətrafı kimdir, necə bir insanla oturub durur. Çünki ərgənlikdə artıq o şəxsiyyətin təməlləri atılır və o dönəmdə yığılan çevrə, o dönəmdəki çevrəyə olan yanaşma artıq yəni 20, 30, 40-a qədər yayılır, gedir. Çünki siz dediyiniz kimi o beyindəki o sinaptik bağlantılar yarandıqca, o çevrəyə uyğun bağlantıları yaradıbsa zaten 20 yaşına qədər illərlə bu bağlantılar artıq möhkəmlənir. Dolayısıyla uşağım biz elə ailə deyildik, niyə belə oldu? Atası heç vaxt belə olmayıb, anası mən ana olaraq həmişə onun qayğısına qalmışam, qızım heç mənə oxşamayıb falan. Nəzərə almaq lazımdır ki, oğlunuz və qızınız hər zaman sizin yanınızda deyil və sizdən
bəlkə də sizdən daha az öyrənilir 10%, 20%, yəni ki, çevrədən, internetdən, kitablardan, nə bilim, filmlərdən. Ona görə o beynin gəlişimini, hormonal dəyişimi, çevrəyə yanaşmasını, özünün içindən gələn o potensial enerjini nəzərə alaraq yanaşsa, valideynin nə istədiyimi sadəcə anlayış göstərməsidir və nəzarət eləməsidir. Ondan sonra ki, əgər biz bir mütəxəssis nə zaman gedirik, ortada bir problem var və həll edə bilmirik və bu bizim mentalitetdə də biraz get-gedə düzələn bir şeydir, amma yəni ortada bir problem varsa və heç kim həll edə bilmirsə, əlbəttə ki, məsələ mütəxəssisin yanına gedərək çözülməlidir deyə düşünürəm. Bir də məsələ bundadır ki, məsələn biz özünə zərər vermələrlə bağlı bir fikir bildirmək istəyirəm. Yəni biz bunlara self-harm deyirik də. Son illər çoxalıb və mən statistikaya baxdım ki, ümumiyyətcə dünyada, hətta müəyyən bir ölkələrdə 30-50% çoxalıbdı bu vəziyyətlər, xüsusilə də karantindən sonra və bunu mən bizim ölkədə də müşahidə edirəm. Xüsusilə də həm oğlanlarda, həm qızlarda, sanki qızlarda daha çoxdur. Və məsələn yeniyetməyə soruşanda ki, sən bunu nə üçün edirsən? İki cür cavab olur. Bir şey hiss etməmək üçün. Çünki yəni o qədər acı verir ki, yəni o duyğular və duyğusal o boşluq bəzən yəni beyində ağrı kimi, fiziki ağrı kimi hiss edə bilirik. Bir şey hiss etməmək üçün ya da bir şey hiss etmək üçün. Yəni o qədər hissizəm ki, o qədər duyğularım qarşıdır ki, nələrsə hiss etmək üçün. Yəni çünki o özünü kəsəndə müəyyən bir maddə endorfin ifraz olunur. Bu da müvəqqəti belə rahatlama verir və valideyn gətirəndə adətən mənim müşahidə etdiyim, yəni bu kəsiklər qorxunc görsənir də. Bəzən yəni bütün qol kəsiyi ola bilər, butlar kəsiyi ola bilər və yeniyetmə bunu gizlədir adətən. Yayda belə uzun qol geyinir ki, heç kim görməsin. Yəni bunu ya lezva ilə eləyirlər, ya qaçı ilə, ya bıçaqla eləyirlər. Yəni məsələ şey olur, yəni bunu etməməsi. Bunun altında nə yatır? Necə oldu ki, bu gəldi, bunu tamam, bu biraz artıq psixososial bir problemdir. Biraz sanki bir növdə trendə də çevrilibdir. Məsələn, yeniyetmələr bir-birlərini öyrədirlər. Bax, mən bu şəkildə elədim, rahatladım, sən də edə bilərsən. Amma demək ki, övladımız başqa bir yol tapmadı ki, buna üst tutdu da. Yəni başqa cür rahatlığa, özünü ifadə etmə, acısını başqa yolla çıxarda bilmədi ki, götürdü, özünə zərər verdi. Çünki özünə zərər verməkdir, bədəninə zərər verməkdir. Və valideyn üçün önəmli olan orada olur ki, adətən, yəni bu simptom olmasın ki, bu bizim üçün sadəcə bir şikayətdir. Bunun altında kocaman bir şey yatır. Yəni biraz sanki bizim valideynlərimiz, bəlkə də bütün dünyada belədir, bilmirəm, problemin olmamasına daha çox yönümlüdürlər, nəinki problemi həll etmək. O deyirsiniz ki, bizə müraciət eləyirlər, bəzən doğrudan da elə genetika önəmlidir, epigenetika da çox önəmlidir. Yəni biz vurğuluruq ki, böyüdüyümüz ortam, İstər bu məktəb olsun, ailə olsun, çox önəmlidir. Patologiyaların inkişafında genetika da çox önəmlidir. Yəni bu ikisi bir yerdə toqquşanda çox ciddi problemlər ortaya çıxa bilir. Ki, orada doğrudan da mütəxəssisin ehtiyacı var. Məsələn, suicidal fikir varsa, intihar cəhdi varsa, təbii ki, orada həkim, psixoloqa ehtiyac olacaq, asıllıq varsa. Amma müəyyən hadisələrdə sanki valideynlər doğrudan da həll yolunu tapa bilmirlər. Yəni sanki bizim valideynlərə ehtiyacı olan yetənək əsnəklikdir. Yəni burada bu problemi necə çözə bilərəm? Simptomu yox. Yəni özünə zərər verməsin, siqaret çəkməsin, internetdə çox oturmasın, vaxtında yatsın. Yəni bunun necə alternativ, yəni necə oldu ki, uşağımın ehtiyacı oldu bunu etməyə? Yəni başqa nə ilə əvəz edə bilərdi ki, əvəz eləyə bilmədi ki, bunu öyrədən şəxslərdə adətən biz olmalıyıq yenə də. Yeniyetmə özünü elə apara bilər ki, bizə ehtiyacı yoxdur. Yəni doğrudan da özünü elə aparır ki, yəni biz geridə qalmışıq. Yəni özünü də ona yandırmağa çalışır ki, bəli, işte bir çox vaxt yəni müasir dövrün öz trendləri var da, valideyn məcbur deyil ki, onların hamısı bilmək. Bəzən bilirik, bəzən bilmirik. Yəni məsələn, bəzən elə jargon sözlər var ki, heç başa düşmürük ki, bu nə deməkdir.
ya məsələn indi Dövr görüntünü fərqi var. vibe kimi Hı hı. deyirlər. Yəni bəzi valideynlər doğrudan da o ayaqlaşmağa çalışırlar, amma hər şeylə ayaqlaşmaq olmur. Onların öz dünyası var. Yəni bizə biraz geridə qalmış kimi baxdıqları zaman elə görünə bilər ki, onların doğrudan da bizə ehtiyacı yoxdur. Məsləhətlərimizə ehtiyacı var, amma əslində elə deyil. Çox məsləhət ehtiyacları var. Sadəcə bu məsləhəti belə oturub nəsihət verməklə, tənqid etməklə ki, artıq tədqiqatlar da bunu göstərir ki, yəni biz bayaq dedik Sahil bəylə, prefrontal korteks bizim üçün çox önəmlidir. O inkişaf eləyəndə müəyyən şeylər yerinə oturur, məntiq gəlir, risklər biraz azalır, riskli davranışlar azalır. Amma o uşağı tənqid etməyimiz, dırdır etməyimiz, nəsihət etməyimiz, oturub saatlarla ona nə isə deməyimiz bu prefrontal korteksin yəni inkişafını da bir tormozluyur. Yəni uşaq başa düşmür bunları. Yəni hansı bəzən bizə gələndə deyirək, neyniyək? Məsəl üçün, neyniyək? Oturub o qədər danışıram, başa salıram, elə bil ki, bu uşaqla Siz nə danışmamısan. məsləhət görürsüz də, siz bu işin mütəxəssisisiniz. Siz nə məsləhət görürsüz? Amma bu iş belə olmur. Hər ailənin bir dinamiyi var. Yəni bir mütəxəssisin də ehtiyacı o dinamiyi öyrənmək. Yəni amma valideyn bilir artıq. Ya da sadəcə bunun fərqində olmayıb, yəni bilməyib, o bacarıqları olmayıb ki, yəni sadəcə işləməklə, uşağı geyindirməklə, yedizdirməklə, məktəbə qoymaqla bu işlər bitmirmiş. Yəni bəzən də məsələn, məncə çox önəmlidir yeniyetmələrlə dialoq qurmaq. Ki mən bilmirəm, siz nə müşahidə etmisiniz? Bizdə bu çox da yayılmış bir proses deyil. Bizim dialoqlarımız çox vaxt belə olur. Salam, necəsən? Məktəb necə idi bu gün? Məktəbdə nəsə problem var? Hər şey yaxşıdır, bu qədər. Hə, lap yaxşı. Və ilk öncə soruşulan şey dərslər və məktəbdir. Orada problem yoxdursa, problem yoxdur. Və bu uzun müddət belə davam edir. Yəni o Sahilin dediyi kimi, yəni sadəcə bizdən örnək götürmür artıq, model götürmür. Dostlarından götürür, çevrədən götürür, TikTokerdən götürür, Instagramda hansısa blogerdən götürür. Yəni bunları da bilməmiz üçün idealları nədir? Kimə bənzəmək istəyir? Orada da baxır. Yəni internetdə hər şey çox ideal göstərir. Bəzən biz özümüz də təsirlənirik buna. Yəni hər kəs xoşbəxtdir, uğurludur, fərqlidir, nə qədər likelar gəlir, şərhlər gəlir. Hətta məsələn son zamanlar paylaşımlar daha çox belə səmimi paylaşımlarda, məsələn, kameranın qabağında kimsə ağlaya bilər, öz acısını paylaşa bilər, dərinlərdə olan travmalarını paylaşıb, bu da şərh yığır, like yığır, o da baxır, deyir ki, bu insan uğur qazanır, amma mən uğursuzam, mən bunları bacara bilmirəm də. Yəni özünü başlayır müqayisə etməyə. Biz övladımızla dialoq qurmuruqsa, ya və dialoqu sadəcə ümumi şeylərdən deyil, yəni onunla bağlı olan, onun düşüncələri, fikirləri, məqsədləri, yəni və bunu necə qururuq ya da quranda necə dururuq? Yəni istəyirik ki, həmən bizə töksün, hər şeyi danışsın. Kimdən xoşun gəlir? Demə, amma heç kimə deməyəcək. Bir də indi trend videolar var, deyir ki, mama qurban deyə görüm kimdən xoşun gəlir filan. Qız deyəndən sonra başlayır danlamağa. Sən kimə oxşadın? Necə, yəni sənin sevgilin var? Bəli, bir də o da var ki, orada bir ehtiyat edir yeniyetmə ki, yəni deyəcəm, sonra başıma problem açacağam. Güvənsizliyin də təməli başlayır orada. Nə başlayır? Güvənsizliyin. Hə, güvənsizlik. Bir də Sahil bəy bayaq qeyd elədi ki, telefonu kontrol eləmək lazımdır, amma mən çox vaxt belə internetdə mənim qarşıma çıxan videolar belədir ki, telefon özəl əşyadır, telefonu kontrol eləmək qəti şəkildə olmaz, amma intihar falan edəndən sonra görürlər ki, əslində bu hansısa bir dostundan yazışıb, yəni burada onun haqqında məlumat var. O telefonu necə kontrol eləməlidir valideynlər? Oradakı qızıl orta nədir? O telefonu alanda aqressivləşir uşaq. Ya bunu nəticələrim 15-16 yaşda eləmirik də, əziz valideynlər. Bunu erkən yaşlarda eləyirik. Məsələn, 3 yaşa qədər ekrana icazə vermirik yanaşmaya. Bunun bir müəyyən qaydası var. Mənim bəzi yəni müayinəmə gələn uşaqlar, hətta mən yeniyetməlikdən danışmıram, daha erkən yaşlarda gecə saat 3-ə 4-ə qədər telefon istifadə edən uşaqlar olub. Yəni bu olmaması lazımdır. Artıq ondan danışmıram ki, 70% uşaqlar telefonu qoyurlar qabağına, elə yemək yedizdirirlər. Yəni bunu bir də ayrılırlar ki, 15-16 yaşda uşaq 8-9 saat telefonu duruyor. Salam əleyküm. Yəni onu da eləmirik. Daha erkən yaşlarda eləyirik. Siz deyirsiniz, davam edin, sözünüz kəsdim. Tam da sizin dediyinizi deyəcəkdim ki, bu
bir kərə yəni yeniyetməkdə başlanmış, kökü uşaqlığa dayanır. Və insan dediyimiz, yəni o yenə beyinə gəlməliyik, məcbur onunla danışmağa. Bu prefrontal korteks tam gəlişənə qədər insan həzz odaqlıdır. Yəni o an onun üçün, onun zövqünə nə oxşuyursa onu eləyir. Onun üçün maraqlı deyil 5 il sonra nə olacaq. Çünki onu düşmə bacarığı yoxdur. İkincisi də ki, o uşaqlıqdan telefona məruz qaldığı halda indi yəni dəqiq net diaqnostik bir protokolumuz yoxdur. Amma diaqnostika aparmış olsaq, elə bir əlimizdə protokol olsaq, siz demiş 80% uşaq yeniyetmə, hətta böyüklər asılılıqdır. Yəni diaqnostikası üstündədir, asılıdır. İndi bu asılı olanda nə olur? Asılılıq beyində təbii ki, yenə də hormonal və sinir sisteminə təsir edir. Bir kərə asılılıq insanın özünü durdurmasına təsir edir. Asılılıq insanlarda özünü durdurma mexanizması zəifləyir. Həzz alma azalır. O hər risk nə deməkdir? Yəni həzzdir də. Ya zaten Instagramın, TikTokun məntiqi də oldu ki, gözlənti. Çünki dopamin hormonu məsələn, həzz hormonu. O hormonun ən belə deyək də, onu yaratmanın ən önəmlisi gözləntidir. Yəni mən bir iş görürəm, bir plan qururam. O məsələn telefon almaq istəyirəm, pul yığıram. 5 manat qazanıram, dopamin gəlir 10 manat, sonra olur 100 manat, sonra olur 200 manat. Amma nə zaman ki telefonu alıram, o an bir dopamin partlaması olur. 3 gündən sonra telefonu qoyuram, ancaq nə lazım onu da alıram. Amma bu doğal bir gediş, yəni təbii bir gedişdir. Reels izləmək isə təbii bir gediş deyil. Yəni günlük bəlli miqdarda insanın beyninin, bədəninə ehtiyacı olan o dopamini o somurur. Yəni nəticədə sənin artıq normal şeylərdən, öz-özünə baş verən şeylərdən həzz ala bilmirsən. Sən olursan asılı. Asılı olduğun zaman da, yəni o deməkdir ki, artıq sənin ətrafda, çevrəndə həzz ala biləcəyin nəsə yoxdur. Yəni sən ailənlə yeməkdən həzz almırsan. Yeməkdə də yatırıb reels izləyirsən. Və bunun nəticəsi bu toplanır. Çünki intihardır, depressiyadır, asılılıqlardır. Bu tak diye ortaya çıxan bir şeylər deyil. Altında müxtəlif şeylər var. Bugünün problemi bəzi dediyiniz kimi sosial mediadır. Doktorun da dediyi kimi uşaqlıqdan gələn bir şeydir. Həm orada görüb ona təsir elədikləri, məsələn üçün siz dediyiniz kimi intihar edir, açıb baxırsan ki, depressiv məsələn şeylər eləyib, repost edib, depressiv videolar eləyib, indi özü depressiv. Yəni burada bir kərə o telefonla vaxt keçirdiyi həyatına necə yansıyır? Valideyn buna diqqət eləməlidir. Məsələn, telefonda kimlərlə danışır? Hər halda onlarla görüşür. Yəni, böyük ehtimal. O görüşdüyü insanlar kimdir, ailəsi kimdir? Əlbəttə ki, biz məsələn deyəndə ki, uşaqlarınıza qarışmayın deyəndə biraz belə şey kimi çıxmasın da, yəni onlar ayrı dövlət, siz ayrı dövlət. Xeyr, əlbəttə ki, uşağınızdan soruşa bilərsiniz ki, kimdir dostların? Yəni məsələn, telefonda niyə uzun müddət zaman keçirirsən? Yəni biz mütəxəssislər də biraz bəzən sözümüz yanlış anlaşıla bilər ki, biz demirik ki, uşaqlarınızdan bağı qopardın, ayrı respublika olun. Əlbəttə soruşa bilərsiniz, yəni bəlkə sizə deyəcək, hə, sizin dediyiniz kimi o sizə nə isə deyəndə siz bu səfər onun dediyini yanıldaraq öz belə deyək də özünüzü ortaya qoyursunuzsa, öz o anki əsəbinizi, hirsinizi, əlbəttə ki, bir sonraki deməyi sizdən gözləməyin. Yəni mən bir dənə söz paylaşmışdım ki, ən yaxşısını mən bilirəm deyən valideynin uşağı düşünür ki, ən yaxşısı atam-anama deməyin. Bizim mentalitetdə də bir dənə şey var. Çox böyük önəm var mentalitetin düşünürəm. Çünki artıq yeniyetməni dövründən mentalitetin bəlirtisi göstərir. Bizim mentalitet biraz bacarıq odaqlıdır, biraz da qorxu odaqlıdır. Valideyn deyir ki, mən bilərəm, mən düz eləyirəm. Mentalitetimiz həm qorxu üstünə qurulub, həm bacarıq üstünə qurulub. Amma bir də var, məsələn, bu mərhum Doğan Cüzəloğlu hocamızın yanaşması ki, sevgi mentaliteti. Sevgi mentaliteti siz dediyiniz kimi anlaşma üzərinədir. Yəni bir valideynin övladına, yeniyetmə övladına eləyə biləcəyi bir şey ona nəsihət verməsidir. Çünki nəsihət demək, yəni yeniyetmə üçün bir ağır bir təhqirə bərabərdir. Özü şəxsiyyət formalaşdırır. Siz ona yəni sətir altı ötürürsünüz ki, sən şəxsiyyət ola bilmərsən, mən dediyim düzdür və bunu eləyəcəksən. Və yetişən bir insana sən səhvsən, mən bunu eləyəcəm dediyinizdə əlbəttə ki, o da fərqində olmadan o da təpki verəcək və yeniyetmə ilə ən yaxşı belə deyək də münasibət sadəcə dialoq üzərinə qurulur və ən çox güvəndiyi insan da siz olmalısınız. Yəni valideyn hakim yox, bələdçi olmalıdır. Deyə bilərik. Bir kitabda görmüşdüm, çox bəyənmişdim bu bənzətməni. Orada bir misal gətirir ki, təyyarə uçanda hər zaman gəlir, yenir, nə deyirlər o təyyarəni yenən
Pis. Pis Aha. pis deyil. Hə. İşte gəlir yeyinir o pisdə və nə qədər ora boşdursa, rahatsa daha tez və rahat yeyinir. Yəni valideynlər yeniyetməlik dövründə ümumiyyətlə həyatı boyunca o pis kimi düşünsünlər Mən- özlərini. Hı-hı. Nə qədər rahat, güvənli liman olacaqlarsa, yəni nə qədər bizdən gedəcəklərsə ehtiyac duyduqları zaman hər zaman o güvənli limana ehtiyacları olacaq Ehtiyacı. əslində. Sizcə bizdə valideynlər uşaqları çox sıxışdırırlar, yəni sərhəd qoyduqlarını düşünürlər əslində. Bu nə zaman psixoloji baskıya keçir? Əslində bununla bağlı iki fikir var. Bəziləri düşünürlər ki, indiki yeniyetmələr çox öz başınadır. Yəni çox belə azad fikirlidir, meydan oxuyur. Məsələn, həmişə nümunə gətirirlər ki, əvvəl elə deyil də valideynlər də bunu deyir müayinələrdə ki, bizim valideynlərimizin bizə dediklərini iki eləmirdik. Bir baxışlar bəs idi. Bir baxışları belə bəs idi. Yəni çəmkirmək nə deməkdir, fikir bildirmək nə deməkdir? Atam nə deyərdi, o idi. Anam nə deyərdi? Mən ixtiyarım nə idi ki, nə isə bir söz bildirim. Onda onlar yeniyetməlik keçirməyiblər də. Yəni bəzi qism toplum deyir ki, əvvəl necə idi, elə yaxşıdır. Çünki indi gənclərin zayı çıxıb. Digərləri isə məsələn üçün düşünürlər ki, əksinə, yəni keçmişdə olanlar düzgün deyildi. Çünki özümüzü inkişaf etdirə bilmirdik, fikir bildirə bilmirdik, istəklərimizi bilmirdik. O bir də məşhur yumoristik şey var. Bunlar birey, biz yarım birey. 35 yaşım var, amma mən bir yarım bireyim. Yəni tam 30 yaşdan sonra ümumiyyətcə hansısa bir kiçik qismin başa düşdü ki, nə ilə məşğul olmaq istəyir. Yəni məsələn əvvəl necə idi? Mən çox rastlaşmışam məsələn. Çünki gəlib həkimdir ya da müəllimdir. Deyir əslində istəməmişəm. Yəni bunu bildirir. Heç bunu soruşmadan birinci bildirdi odur ki, mən heç müəllim olmaq istəmirdim ya da həkim olmaq istəmirdim. Valideynlərim istədi bunu. Ya da evlilikdə də eyni. Yəni atam verdi, getdim. Yəni anam istədi, getdim, aldım. Amma indi necədir? İndi misal üçün yeniyetmə gedir. Hətta əvvəl xaricə göndərmək, xaricdə oxumaq, Avropada oxumaq, yəni əlçatmaz bir şey idi də. Amma indi məsələn mən çox görürəm ki, yeniyetmələr gedir xaricdə oxuyurlar. Birinci kursda, ikinci kursda başa düşür ki, bu onluq deyil də. Yəni bu fakültə, yəni onu cəlb eləmir, marağı itir, fakültəsini dəyişir, universiteti dəyişir və bunu çox cəsarətçi edə bilirlər. Əslində baxdığımız zaman, yəni mən düşünürəm ki, hətta bəzi ədəbiyyatlar da bunu yazır ki, indiki yeniyetmələr daha cəsarətli, daha ədalətə həssas, daha fikri açıq, haqqa ədaləti axtaran bir nəsildir. Biz yəni uclarda gəzməməliyik də. Yəni bu sərhədlərdən danışırıqsa, indiki gənclər çox öz başınadır, çox ciddi sərhədlər qoymalıyıq. Yəni ya da demokratiya, aşırı demokratiyada qaça bilmərik ki, ümumiyyətcə yəni biz şəxsiyyətdən danışırıqsa, sağlam şəxsiyyəti formalaşdırmaq, tərbiyə etmək, azadlıqdan, iradə azadlığından danışırıqsa, bir fərd yetişdirmək istəyiriksə, biz aşırı sərhədsizlikdən də danışa bilmərik. Burada söhbət də getmir. Yəni çünki insan sərhəd istəyir. Yəni müəyyən yerdə o sərhədləri sağlam şəkildə. Amma sərhəd o qorxu dediyimiz, yəni döymək, söymək, hətta qorxu gəlmək, manipulyasiya etmək və bunu məsələn çox kiçik şeylərdə valideynlərimiz eləyir. Bəli, yəni məncə çox müdaxiləçidir bəzi valideynlərimiz. Yəni bilmirlər harda durmaq lazımdır. Müəyyən şeylərə qarışmaq olmaz. Sonra da şiddət olur. Hələ də bəzi ailələr var ki, yeniyetmələrə şiddət edirlər və deyirlər ki, biz döyülmüşük, nə olub ki, orada döyülsün, nə olsun. Döyülməyi də burada nəzərə alsaq ki, yəni biz bayaqdan deyirik ki, bu artıq ailədən qopur, fərdləşir, yəni özünü bir şəxsiyyət olaraq formalaşdırmağa doğru gedir və burada biz basıb döyürük uşağı. Ki sən kimsən ki, sənin fikirlərin önəmli deyil, sən oturduğun yerdə, yəni bunu deməsə də mesaj olaraq bunu buraxırıq. Yəni məsələ gedib yaxşı universitet qazanmaq deyil, yaxşı fakültədə oxumaq deyil. Yəni tamam bunu edər. Amma bir çox yeniyetmədə yaxşı top universitetləri qazanıb gedib orada baş çıxarda da bilmirlər. Yəni o toplum içində fikir bildirmək, yəni inkişaf eləmək, öz fikirlərinə sadiq qalmaq, cəmiyyətdə, toplumda bir qrup dostları ilə, yəni özünü aid hiss etdirmək
vermək. Məsələ budur. Yəni biz uşağı tərbiyə eləyəndə ilk soruşmalıyıq ki, məqsədimiz nədir? Biz öz klonumuzu mu dünyaya gətirmişik? Yəni bizə bənzəsin lazımdır bizə ki, bu İstədiklərimizi reallaşdırsın. İstədiklərimizi və yəni edə bilmədiklərimizi reallaşdırsın. Aha. Ya da ki, biz azad bir fərd tərbiyə edib dünyaya, yəni təslim vermək istəyirik. Yəni azad dediyimiz, yəni hər istədiyini eləyən, qorxusuz, riskli deyilən bir şəxs nəzərdə tutmur. Əksinə azad fikirli ya da iradə azadlığı deyirik də biz. Yəni nəfsinə qalib gələn, yəni davranışlarına, duyğularına qalib gələn şəxsdən söhbət gedir. Yəni siz azad fikirli, azad iradəli bir şəxs yetişdirsəniz, sabah sizin övladınız 10 dənə narkoman içində də onlardan heç bir davranışı götürməyəcək, öz fikrində qalacaq. O baxacaq, müşahidə edəcək, deyəcək bu mənim üçün zərərlidir, mən bunu eləməyəcəm. Bunu etmək üçün də övladımıza ilk öncədə səhv etmək fürsətini verməliyik. Yəni səhv etmək risklidirmi, qorxuludurmu? Qorxuludur. Çünki bir çox vaxtı yəni valideynin də məqsədi zərər vermək deyil, övladını qorumaqdır. Bəlkə öz gəncliyində müəyyən acılar çəkibdi, problemlər yaşayıbdı və övladının bunun yaşamasını istəmir. Daha praqmatikdir. Bilir ki, məsələn, gələcəkdə nələr olacaq? Yəni klassik olaraq məsələn çox dost qalmır, nə bilim, pulla qənaət etmək lazımdır, nə bilim, əşyaların qədrini bilmək lazımdır ki, yeniyetmə müəyyən yaş dövründə bunu başa düşmür. Yəni burada əslində valideynin də məqsədi zərər vermək deyil. Hə, bu risklidir. Zərər çəkə bilərmi, acı çəkə bilərmi övladımız? Bəli. Amma bunu etmədən də azad insan olmayacaq. Yəni səhv etmə fürsəti verməliyik övladlarımıza. Ona görə sərhədlər önəmlidir, amma sağlam şəkildə qoyularaq və Sahilin dediyi kimi sərhədlərin müəyyən bir etalonu yoxdur. Amma burada övladımızı müşahidə edərək müəyyən burada şeyə də toxunmaq istəyirəm. Məsələn, bu sərhədlərdən danışanda biz bir çox zaman valideynlərdə nə qarışır? Çox eşitdiyim bir cümlə. İstəmirəm ki, uşağım travma yaşasın. İstəmirəm ki, travma qalsın. Yəni sanki travmanı da çox ucuzlaşdırmışıq. Hər şeyə travma deyirik biz. Bir ara bu depressiya ilə bağlı bayaq dedik ki, depressiya müəyyən şikayətləri var da, müəyyən müddəti var ki, davam etməlidir. Biz bugün sevgilimizdən ayrıldıq deyə depressiv hiss edirik deyə bu depressiv pozuntu deyil. Yəni eyni şəkildə də yəni hansısa bir övladımıza sərhəd qoyduq, yox dedik. Bu demək deyil ki, o travma aldı. Bəzi travmalarda doğrudan da övladlarımız üçün də xeyirlidir. Yəni acı çəkərək öyrəndiyi təcrübə heç bir kitabda, heç bir valideyn tövsiyəsində yoxdur. Sizin dediyiniz kimi uşağın qarşısına çıxmaq, yəni onun yolunu kəsmək, hansı ki bir çox valideyn, məsələn bizdə analar genəlliklə təşvişlidirlər və istəmirlər ki, onlara ziyan gəlsin. Amma burada iki faktor var. Bir, insanın inkişaf periodu var ki, hansı ki insan birinci bir şey düşünməlidir, təcrübə eləməlidir və nəticəsinə görə onu özünə şəxsləşdirməlidir ki, bunu edə bilərəm ya yox. İkinci də yeniyetmənin xüsusiyyəti var ki, risk alma. Yəni açıb yeniyetmə haqqında bir dənə kitab yazsaq, gərək böyük hərflərlə yazaq ilk səhifəsində ki, risk alan, risk sevən. Çünki bir kərə ona həzz verir, iki dünyanı kəşf edir, üçüncüsü evdən çıxmaq üçün lazımdır. Baxın, evrimsel biz beynin gəlişimini göz ardı edə bilmərik. Çünki insan risk alma ehtiyacı ya da o cəsarəti içində hiss eləmədən evdən çıxa bilməz. Özümlə bağlı bir nümunə verim bunu. Mən 17 yaşımdan evdən ayrılmışam və ölkədən kənarda tək yaşamışam. Belə deyim ki, ilk başlarda sən dərk eləmirsən nə olub, nə baş verir. Yəni mən bir də tam tək qalmışam. Tam tək, 2 otaqlı evdə tam tək və o günə qədər üstümə yüklənən məsuliyyətlər sadəcə valideynlərimin bilib tətbiq etdiyi, amma bir də orada gələn məsuliyyətlər var. Məsələn, sənəd məsələləri, evin kommunal məsələləri, ya evə usta çağırma, ustanı səni tək durmağa falan. Bunlar əlbəttə ki, mən demirəm hamı getsin bunu uşağını öyrətsin. Amma siz nəzərə alsaqsınız ki, uşağınız bir gün sizin yanınızdan ayrılacaq, ya da işte təhsillə bağlı ola bilər, evlənib ayrılıb. Keçən bir şey eşitdim, adam 30 yaşında evlənib, ayrı bir evə çıxıb və evin işığını gəlib kəsiblər. Çünki niyə kommunalın nə zaman harda ödəyəcəyini bilmir. Bunu
İndi biz oturub məsələn mütəxəssis gözü ilə baxsaq, anasının onu çox istədiyini deyə bilməyəcəyik. Zaten məsələ budur ki, ev pisliklərin yaxşı niyyətlə olunduğu yer deyirlər. Yəni belə bir söz var. Anasının niyyəti yaxşıdır. Onu əzizləyib, böyüdüb, sevib. Heç kim onu anası qədər sevməyəcək. Amma məsələ odur ki, sən oğlunu həqiqətən də çevrəyə, cəmiyyət içinə çıxmağa hazırlamısanmı? Yəni baxdığında valideynin məqsədi, məktəbin məqsədi, biz mütəxəssislərin danışmağın məqsədi insanın gündəlik həyatında ona nəsə qatmaqdır. Bir insanı əzizləməklə ona nəsə qatmaq eyni bir şey deyil. Mən məsəl üçün getdim, bir çox şeyi başladım özüm sıfırdan yaşamağa. Orada yavaş-yavaş insan bir özünün məsuliyyətini almağı öyrənir, ikinci sosial məsuliyyət almağı öyrənir. Nə deməkdir? Yəni sən düşünürsən ki, sən ölkənin xaricindəsən və burada artıq nə olacaqsa hər birinin məsuliyyəti səndədir. Artıq məsuliyyət yükləyə biləcəyin, günahlandıra biləcəyin, şikayət edə biləcəyin heç bir şey yoxdur. Və nəticə olaraq insan sosial bir varlıqdır. Həm sosial öyrənir, həm də davranır. Davranış sizin dediyiniz məsələyə gətirmək istəyirəm. Sərhəd qoymaqla başlayır ki, birinci evdən başlayan bir şeydir. Ata, ana, övlad, bacı, qardaş arasında. Ondan sonra keçir universitet tələbə yoldaşları arasında sərhəd. Ondan sonra keçir iş yoldaşları arasında sərhəd. Belə-belə özümüzə sərhəd qoyduğumuz qədər azadıq deyə bir söz var məsələn. Bir kərə siz özünüzü sərhəd, özünüzün hardan başlayıb, hardan bitdiyini bildiyinizdə daha azad olursunuz. Və bu ortam mənə görədim, yoxsa deyildimi daha çox seçə bilirsiniz. Və eyni zamanda sizin bəlli bir yaşa gələnə qədər valideyn uşağa bir potensial yükləməlidir, verməlidir, məsuliyyət yükləməlidir. Niyə görə? Çünki məsələn, yenə də özümdən nümunə verim. Orada müxtəlif dövlətlərdən gələn insanlarla qarşılaşırsan. Orta Asiya, postsovet ölkələr, ərəb dövlətləri və hər bir xarakter var, hər bir vərdişləri var, asılılığı olan insanlar var. Əlbəttə ki, sən tələbə yoldaşı olaraq o insanların içində bir şəkildə bulunacaqsan. Amma səndə doğrunu pisdən, belə deyək də, ya da mən nəyəm, o nədir deyə bir fərqi görə bilməsən, bir yerdən sonra artıq çevrən qruğun nədirsə sanki çaya düşüb, bax belə də axıb gedəcəksən. Amma mən hansı sahildə dayanmalıyam, nə zaman limana çıxmalıyam, nə zaman o çayın axışına qoşulmalıyam, onları bilmək üçün ilk öncə sərhədlər öyrənilməlidir. İkinci məsuliyyət yüklənməlidir. Üçüncü də o məsuliyyəti gedib həyatında tətbiq etmək kimi. Yəni mən özümdən nümunə verdim, getdim tətbiq elədim və həqiqətən də gördüm ki, yaxşı ki, bəzi şeylərin məsuliyyəti öncədən yüklənmişdi. Getdim tətbiq etdim, məsuliyyət 2 ilsə 3, 4, 5 qatına artdı. Çünki orada da yenidən qarşılaşdığımız şey var. Bir də ən sonuncu onu qeyd edeyim ki, ənənəvi bir cəmiyyətdə yaşayırıq. Biz həqiqətən digər cəmiyyətlərdən biraz fərqliyik. Yəni çox az bir dövlətin qadını, məsələn, öz qızına məktəb vaxtında cəza almağa başlayır. Bu açıq deyil. Ata oğlunu, məsələn, xarici artıq demək olar ki, Avropa ölkələrində atanın oğluna ev alması deyə bir tema qalmadı. Və yaxud da ki, qızını Azərbaycanda elə bir ixtisasa qoymaq istəyirlər ki, o hər bir gün evlənəcək. Yəni yoldaşı onu işləməyə qoyacaqmı, yoxsa qoymayacaqmı? Yəni bunu bizim qədər düşünən çox az insan var, çox az millət var. Çünki yenə deyirəm, öz şəxs təcrübəmdən yaşamışam. Yəni demək olar ki, postsovet ölkələrin içində, hətta türk dövlətlərində belə bu qalmayıb. Amma Azərbaycanda qalıb. Ona görə də bu ənənəvi cəmiyyətin bizə gətirdiyi bəzi, biz buna negativ bir şey deyə bilmərik. Bu bizimdir də, indi bizim cəmiyyətdir. Biz bunun içində yaşamalıyıq, məcburuq burada yaşamağa. Ona görə də onları da nəzərə almaq lazımdır ki, bax biz biraz iç-içə keçmiş cəmiyyətik. Biz aşırı fərdi olmaq istəyirik. Biz deyəndə yəni yeniyetmələr. Çünki onlar TikTokdan Avropaya baxır, ora baxır. Amma o uğursuzluqla nəticələnir. Çünki bunun ən bəlli nümunəsi də zaten bizim o öyle olmayacağını yenə deyirəm, xaricə gedəndə görürsən. Yəni 4 il tam tək bir yaşamış biri kimi görürəm ki, sizin əgər həqiqətən də ətrafınızda bir insan yoxdursa, bəlkə də bilmirəm, məsələn, Avropadan gələnlər mənim kimi düşünürdü, bilmirəm. O da tək qalırdı, mən də tək qalırdım. Amma mən tək qalmağı sevirdim o zamanlar, amma biz bir yerdən sonra fərqinə varsan ki, sən həqiqətən də həyatında nəyisə bölüşəcəyin, paylaşacağın, səninlə paylaşılanlar, sənə danışılanlar olmalıdır. Atan da, anan da, yaxın qohum əqrabalar. Məsələn, bizdə tendensiya ki, qohum əqrabalardan belə arınma kimi bir şeydir. Yəni, tabi ortaya uğursuzluqla nəticələnir. Yəni, sonu xoşbəxtlik deyil. Təkliyə çəkilmək, aşırı fərd olmanın sonu hər zaman hüzün depressiyadır. Bəli. Yəni, təbii ki, bu müəyyən ənənələrimizdən qaçına bilmərik. Məncə elə indiki yeniyetmələrin düşdüyü çətinlik də budur. Bəli. Misal üçün, bəzən olur ki, valideyn aparır övladını hansısa bir xarici məktəbə qoyur. Çox
küllü miqdarda ildə pul ödəyir ora ki, bu uşağın ətrafında daha çox xarici müəllimlər, xarici uşaqlar oxuyur və təbii ki, belə bir ortamda, ənənəvi bir ortamdan gəlsə də, ailədən çıxsa da, oradakı ortam çox fərqlidir və 11 il ərzində elə bir ortamda böyüyəndə, müəyyən bu yeniyetməlik dövründə çox ailəyə çox zidd, ənənəyə çox zidd fikirlər bildirməyə başlayır və burada çox böyük bir konflikt yaranır. Çünki valideyn bunu qəbul etmir. Yeniyetmə üçün də çətindir. Çünki onun da müəyyən beynində ideologiyası var. Bu tərəfdən valideyn, bu tərəfdən gördüyü, bəyəndiyi hansısa bir ortam, düzgün saydığı hansısa bir vəziyyətlər valideyn qorxu və təşviş içindədir ki, bu necə olacaq? Yəni ki, o dediyiniz kimi müəyyən valideynlər müəyyən şeylərə hazır olmalıdır. Ya mən həmişə valideynlərə belə bir şey deyirəm. Yəni siz başqa bir tamam Azərbaycanda ola bilər bu məktəb, amma başqa bir ortama qoyduğunuz zaman orada müəllim xaricidir. Yəni fikir daha çox Avropa sayağıdır. Yəni bunu edəndə necə düşündünüz? Yəni övladınız necə formalaşmalı idi belə bir ortamda və məncə burada dövrəyə də o siz dediyiniz kimi sərhədlər, məsuliyyətlər bunlar da çox böyük rol oynayır burada. Çünki bayaq dediniz, yəni məsələn mən getdim, tək qaldım və orada müəyyən məsuliyyət öyrəndim. Hər kəs bunu etmək məcburiyyətində deyil. Amma məncə valideynlərimiz bunu başa düşməlidir ki, ya da bunu məncə öyrənməlidirlər ki, müəyyən yaşlarda, hətta yəni indi biz yeniyetmədən danışırıq ki, uşaqlıq dövründə də bu məsuliyyətli olmaq üçün övladın məsuliyyətli olmaq üçün, müəyyən ənənəyə sadiq qalmaq üçün, yəni o məsuliyyəti biz məsuliyyətli ol deməkdən öyrətmirik. Yəni məsələn biz övladlarımıza heç buyurmuruq demək olar ki, yəni uşaqlar sadəcə məktəbə gedir, gəlir, dərslərini oxuyur və o dediyiniz kimi bacarıq yönüllük, yəni girsin, universitetə getsin, başqa heç nə istəmirik. Yox, yəni ənənəni bilmək üçün, yəni bəlkə də o ailə ortamında müəyyən məsuliyyətləri olmalıdır. Təbii ki, yaşına görə. Yəni o ailədə pişməsi üçün, yəni ailəsinin tarixini bilmək üçün, genlərinə daha yaxın olmaq üçün, mentalitetinə daha yaxın olmaq üçün. Çünki biz sadəcə heç bir şey öyrətmiriksə övladımıza, bu gedir başqa bir ortamı bəyənirsə, artıq başqa fikirlərlə gəlirsə, artıq burada da bir toqquşma baş verir. Toqquşma baş verəndə də biz deyirik ki, yəni biz deyəndir, çünki biz sənin valideyni, biz səni dünyaya gətirmişik, sən bu ortamdan çıxmısan, bu genlər daşırsan, sən Niderlandlı ola bilmərsən, sən Alman ola bilmərsən. Yəni əslində yeniyetməlik üçün də bu çox çətin bir durumdur ki, başqa millətlərdən gözəl model ala bilərik. Başqa davranışlarını, hansısa bir vərdişlərini əslində model ala bilərik və bunun üçün mütləq ki, genlərimizdən, köklərimizdən, ənənələrdən uzaqlaşmaya ehtiyac yoxdur. Ki, valideynlərin burada da rolu əslində çox böyükdür. Ki, burada biz normalda nə edirik? Tələb etməyə başlayırıq övladımıza. Sən məsuliyyətli olmalısan, bu qədər pul sənə xərclənibdir, bu qədər əmək verilib, biz yaşamamışıq, sənin üçün yaşamışıq. Ki, bu şəkildə də əslində bu alınmır, ya fiasko yaşanır əslində. Bir də bu özəl məktəblə bağlı bir şey deyəcəm. Son zamanlarda çox tendensiyadır və hər kəs, hətta imkanı olmayanlar belə özəl məktəbə qoymaq istəyir. Amma bir şey nəzərə almaq lazımdır. Siz dediyiniz kimi ortada çox böyük fərqlər var. Bəlkə sizin uşağınız yaxşı kimya biləcək, fizika biləcək ya da Avropa tarixini biləcək ki, ona görə qoyurlar zaten ki, dünya görüşü falan olsun. Ya da Rusca, İngiliscə eyni zamanda danışa biləcək. Amma burada yenə gəlib günün sonunda iş valideynə dayanır. Sən uşaqdan istədiyin modeli yaratmaq istəyirsən. Valideyn düşünsə ki, mənim oğlum ya da qızım səhər birisi gün çıxıb bu cəmiyyətin içinə qoşulacaq, o zaman onu o kültürün içinə həbs etməməlidir əslində. Biz demirik qoymaq sizin seçiminiz, oxumaq uşağın seçimi, amma bu ənənənin də dolayısıyla sizin dediyiniz kimi məsuliyyət olaraq uşağa yüklənməlidir. Yəni orada böyüyən bir oğlan uşağı artıq Azərbaycanda olmur. Azərbaycan kimi düşünə bilmir. Nümunələrin görmüşəm deyə deyirəm. Məsələn, ən son gördüyüm nümunə adam deyir ki, hər müəllimə salam verməzlər. Mən hansı müəllimə istəyirəm salam verirəm, hansı müəllimə istəyirəm salam vermirəm. Amma biz necə
bilmişik və yaxşı ki edə bilmişik, müəllimə salam verərlər. Koridorda gördünsə müəllimə salam verməlisən. Bir də yeniyetmələrdə ən çox görünən, anaların ən çox narahat olduğu bir sualı vermək istəyirəm. Siqaret çəkmək, veyp çəkmək kimi mövzular var. Bu dost çevrəsindən, ailə problemindən, yoxsa özgüvən çatışmazlığından baş verir? Yəni siqareti niyə çəkir gənclər? Yeniyetmələr əsasən də, yəni ilk başlarda bu zaman başlayır, yeniyetməlikdə başlayır siqaret çəkmək. Məncə müxtəlif faktorlar var, yox. İlk öncə, yəni o yeniyetmənin evinə də baxmaq lazımdır ki, atası siqaret çəkirmi? Yəni ata siqaret çəkirsə, deyirsə ki, yeniyetməyə çəkmək zərərlidir. Çəkə deyir ki, basən çəkir. Bir də bilsən bayaq o telefon mövzusunda elədi də, biz övladdan istəyirik ki, telefon istifadə etməsin, amma bizim üçün də rahatlama cihazı telefondur. Yəni əlimizdə telefon deyirik ki, az telefonla oyna. Yəni bəlkə biz qırağa qoysaq o telefonu oynamayacaq, rol model. Yəni eyni siqaretlə də elədir. İkinci bəlkə də yəni cool görsənmək, aid olma hissi ki, ən çox yeniyetmədə bu qabarıqdır. Ya bir qrupa aid olmaq, qəbul olmaq, yəni ki, bəzən o sırf siqaret çəkmək, böyümək rəmzi kimi, yəni mən də varam, ya da yenə də öz varlığını qışqırmaq, ortaya qoymaq, yəni qaydalara zidd getmək ki, bu bəzən o xüsusilə də oğlan uşaqlarında da, hətta yəqin ki, testosterondan da yenə də bağlıdır. Yəni o rəqabət hissi ki, lider mən olmalıyam, ən çox cool mən olmalıyam, ən zidd davranışları mən etməliyəm. Məncə əsas səbəblərdən biridir. Siz istəyirsiniz? Tam razıyam. Əsas da o cool görünmək, belə özünü onaylatmaq faktoru. Təbii ki, işin içində belə üzüntülü durumlar ola bilər. Məsələn üçün çox üzüntülüdür, günlərdir və ailəsini açıb deyə bilmir. Dostları deyir ki, al bir dənə siqaret çək. Və o üzüntülü durum, üstə gəl dostların içində özünü onaylatmağı, üstə gəl o hormonal beyin inkişafı tam da siqaret bağımlılığının, yəni bir addımlığındadır. İlk dəfə çəkdiyi andan zaten bir neçə gün çəkməsi zaten bağımlı demək deyə bilərik artıq. Çünki 20 yaşın altında, yəni yetişməmiş, belə deyək, korteks tam prefrontal formalaşmamış. Yapılan məsələn alkol 20 yaşdan sonra içilən, əgər alkol içirsə, o sadəcə bir içici olur. Amma 15-16 yaşlarında alkoqolla tanış olubsa, alkoqolik olma riski 4 qat daha artıqdır, nəinki 20 yaşdan sonra. Məsələn, siqaret çəkən insan əgər yeniyetmə yaşına, 25-30 yaşına çəkirsə, o siqaret çəkir və orqanizmasına ziyan vurur. Amma yeniyetmənin siqaret çəkməsi direkt onun beyin, doktorun dediyi kimi, şəbəkələrinə artıq o yapışır və o daha belə deyək, artıq dərəcədə bağımlıdır və daha çox hopub onun beyninə, eyni zamanda orqanizmasına da ziyanı ondan bərabər gəlir. Əslində, məncə bugün biz Sahillə belə bir-birimizə ötürdük, niyə bunu elədik? Yəni, məqsədimiz burada nə olursa olsun, yəni siqaret asılılığı ola bilər, internet asılılığı ola bilər, yəni self-harmlar, yəni bunlar yəni yenə də vurğulamaq istəyirəm ki, bir simptomdur. Yəni burada məncə əsas məsələ, yəni burada biraz valideynlərə mesaj göndərmək istəyirəm ki, yəni internet bizim üçün günah keçisi ola bilməz. Yəni bunun bir təsiri varmı müasir dünyada? Var, təbii ki var. Amma yəni əslində tədqiqatlarda bunu göstərir ki, məsələ ekrana baxmaq deyil. Məsələ bunu nə qədər impulsiv edirik, nə qədər buna məruz qalırıq və niyə buna qaçış edirik? Əsas məsələ budur. Niyə mənim övladım internetə qaçış edir, siqaretə qaçış edir, maddəyə qaçış edir, qumara qaçış edir? Məsələ budur. Niyə məsələn başqa cür, məsələn boksa getməklə, karate getmək ya da gedib əyləmək əvəzinə gedir özünü kəsir? Məsələ budur. Yəni bunun altında yatan nədir? Yəni mən nəyi buraxdım ki, artıq buraxdığımız şeyləri təbii ki, biz tələf edə bilmərik. Bu dünyanın sonu da deyil. Amma qabağa baxmaq, həll yol tapmaq. Yəni bu belə gedəcək, bundan adam olmayacaq. Yəni ki, bu məncə ən təhlükəli sözlərdən biridir. Yəni əksinə, yəni o yeniyetmədən çox gözəl adam olacaq, amma burada sizə ehtiyac var və burada sadəcə bunu etməsə düzələr deyil.
necə oldu bunu etdi və mən nə edə bilərəm ki, övladımla birlikdə, hətta bəzən mütəxəssislə birlikdə nə edə bilərəm ki, bunun əvəzinə daha onun üçün faydalı davranışları olsun, vərdişləri olsun. Bəli, bu gün onu gördük ki, yeniyetmələrin emosiyaları tez-tez dəyişir, çünki beyinlərinin inkişaf mərhələsindədir. Onları qınamaq, onları dəyişmək yerinə onları anlamaq lazımdır. Çox Evet. sağ olun hər ikiniz də gəldiyiniz üçün və izləyicilərə bu gözəl məlumatları ötürdüyünüz üçün minnətdaram. Siz Siz sağ olun.